Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün təhsil müəssisələrində bu gün son zəng çalınır. Bu gün əsgər olan gənc sabah alim və rəhbər olacaq. Hər bir məzuna uğurlar arzulayırıq. Bu gün Abşeron rayonunun bütün ümumi təhsil məktəblərində son zəng tədbirləri keçirildi. Məktəb heyətləri bu dəfə dərs zənglərini deyil, xatirələrin səsləndirdiyi bir məkana çevrildi. Gözlərində sevinç, qəlblərdə həyəcan, baxışlarda isə biraz da təəssüf vardı. Bugün məktəbimiz üçün daha bir əlamətdar gündür. Bugün bizim 164 məzunumuz, şagirdimiz məzun olur. Bu münasibətlə onları təbrik eləyirəm, onlara gələcəkdə uğurlar arzulayıram. Bugün məktəbimiz sevinclidir. Ona görə ki, bizim məktəbimizin tarixində ilk dəfə məktəb məzunlarından 3 nəfər qızıl medalla məktəbi bitirir. Çox sayda fərqlənmə attestatı ilə məktəbi bitirənlər var. Şagirdlərimiz, müəllimlərimiz, valideynlərimiz hamısının birgə uğuru, birgə əməyinin nəticəsidir. Və biz əminik ki, bu uğurlarımız davamlı olacaq. Bizim şagirdlərimiz bu ildə, ötən 2 ildə olduğu kimi Respublika Fən Olimpiyadasında yerlər tutmuşlar. STEM sahəsində Saf Azərbaycan Festivalında məktəbimizə 5 qızıl medal gətirmişdir şagirdlərimiz. Eyni zamanda STEM müxtəlif kateqoriyalarda şagirdlərimiz müxtəlif yerləri tutmuşlar və digər yaradıcılıq müsabiqələrində, idman yarışlarında həm rayon, həm də respublika üzrə şagirdlərimiz seçilmişdir. Bu bir məktəb üçün böyük uğurdur. Bütün məktəblərə bu uğuru yaşamağı arzulayıram və şagirdlərimizə bir daha yolunun açıq olmasını diləyirəm. Səhər saatlarından etibarən məktəblərdə bayram əhval-ruhiyyəsi hökm sürürdü. Bayraqlar, lentlər içində olan sinif otaqları və məktəb həyətləri hər yerdə bir ayrılıq ovqatı duyulurdu. Müəllimlər göz yaşlarını gizlətməyə çalışsalar da, yeniyetmələrinin uğurları, böyümələri və həyat yollarına yola salmaları onların qürurunu da, kədərini də bir arada yaşatdı. Bugünkü gənclər çox xoşbəxt gənclərdilər ki, onlar parlaq gələcəyi olan Azərbaycanın qurucuları olacaqlar. Və bu il bizim məktəbi 126 nəfər gənc bitirir, məzun olur. Onlardan 10 nəfəri fərqlənmə diplomu ilə bitirir. Təmayül siniflərdə oxuyan şagirdlər demək olar ki, 100% özlərini doğrultdular. Həm buraxılış imtahanlarında, həm ali məktəblərə qəbul imtahanlarında çox yüksək nəticə əldə etdilər. Ancaq bizim ən başlıca vəzifəmiz isə cəmiyyətimiz üçün, gələcəyimiz üçün layiqli vətəndaş yetişdirməkdir. Mən hesab eləyirəm ki, bu son zəng günü hamımıza bir pıçıltı gəlir. Uşaqlara gələn pıçıltı budur ki, mən gələcəkdə nə edəcəm? Bizə gələn pıçıltı isə budur ki, biz nə etdik 11 ildə? Bu zəng adi zənglərdən deyil. Bu zəng hər il çalınsa da, mənim üçün, bizim pedaqoji kollektiv üçün heç vaxt təkrarlanmayan bir zəng olur, hər ilin zəngi. Çünki bugün biz 11 il qoynumuzda bəslədiyimiz, ana nəvazişi yetirdiyimiz, Azərbaycanın gələcəyinə əlvida deyəcəyik son zəng günü və mən hesab edirəm ki, bu son zəngdən sonra bu uşaqlar bu məktəbdən müvəqqəti ayrılsalar da, amma nə vaxtsa bu məktəbə müəllim kimi, həkim kimi, mühəndis kimi dönəcəklər və onda bu məktəbin qədrini, bu məktəbin əhəmiyyətini daha dərindən dərk edəcəklər. Mən bütün məzunlara müvəffəqiyyət diləyirəm, uğurlu yol diləyirəm və bugün münasibəti ilə Azərbaycanın bütün təhsil ailəsini səmimi qəlbdən təbrik edirəm. – 2024-25-ci tədris ilində bu il məktəbimizdə 136 şagird məzun olur. Bugünkü gün bildiyimiz qədər bütün respublikamızda son zəng çalınır. Bu həm sevindirici, həm də kədərləndirici bir haldır. Bugünkü məzunlarımıza uğurlar arzu edirəm. Bugünkü məzunlarımız üçün əslində bugün çalınan son zəng bir başlanğıc zəngidir. Bu zəng onların həyatında uğur gətirsin. Vətənimizə, xalqımıza, millətimizə layiqli övladlar olsunlar. Bir daha hər kəsi təbrik edirəm. Bu il sevindirici günlərdən biridir. Məktəbimizdə hal-hazırda 191 şagird bu illər bitirir, məzun olurlar. Vaxt var idi bu indiki məzunlar birinci sinifə gələndə biz onlara deyirdik ki,
bundan yaxşı həkim olar, bundan yaxşı polis olar, müəllim olar. Artıq bu günə kimi, yəni hal-hazırda onlar imtahan verib. Sevindirici haldır ki, əksəriyyəti yüksək nəticə yığıb və o dediyimiz o peşələri hal-hazırda doğrultmaqdadılar. Mən bugün onlara nə arzulayıram? Bir kəsilən nöqtə var, o Venn diaqramında bir kəsilən nöqtə var ki, cəmiyyətə xeyirli övlad olsunlar, əsl insan kimi yetişsinlər, dövlətimizə, xalqımıza, millətimizə gərəkli övlad olsun, yaxşı kadrlar olsunlar, biz də baxaq, sevinək. Məzunların hazırladıqları bədii kompozisiyalar, musiqi nömrələri, müəllimlərə həsr olunan şeirlər tədbirlərə duyğusal rəng qatdı. 2024-25-ci tədris ilində 71 şagirdimiz məzun olur. Bu 71 şagirddən ikisi döş nişanına təltif olunacaq, 6 nəfər şagirdimiz fərqlənmə attestat alacaq, 63 şagirdimiz isə adi attestatla məktəbi bitirir. Hər birinə uğurlar arzulayırıq, yolları açıq olsun. Mənim öz oğlum da 11-ci sinif bitirir. Övladıma nə arzulayıramsa hər birini arzulayıram. Hər biri mənim öz övladımdır. Yolları açıq olsun. Hər bir yerdə Masadır 2 nömrəli məktəbin adını uca etsinlər. Masazır qəsəbə 3 nömrəli tam orta ümumi təhsil məktəbində Abşeron rayon icra hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və digər təhsil işçiləri iştirak edərək məzunlara uğurlar arzuladılar. Onların gələcək həyat yollarında vətənə layiqli vətəndaş olmalarını dilədilər. 2024-25-ci tədris ilində Masazır kənd 3 nömrəli tam orta ümumi təhsil məktəbində 193 şagird məzun olur. Onlardan 64 nəfəri 200 bal, buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərmişdir və 14 nəfər məzunumuz isə fərqlənmə attestatına layiq görülmüşdür. Bütün məzunlarımızı təbrik edirəm, uğurlar arzulayıram. Respublika üzrə ümumi təhsil məktəblərində son zəng salınır. Masazır kənd 5 nömrəli tam orta məktəbdə 104 şagirdimiz məzun olmuşdur. Onların hər birinə, onunla daxil olmaqla məzun olan hər kəsə mən uğurlar arzulayıram. Allah yollarını açıq eləsin, zehinləri açıq olsun. Məktəbi 11 illik məktəb həyatında qazandıqları biliklər, onlar gələcək həyatlarında bir işıq salsın, onlara bir stimul olsun. Ümid edirəm ki, məzun etdiyimiz 104 şagirdimiz dövlətimiz, vətənimiz üçün xeyirli bir vətəndaş, layiqli bir vətəndaş olacaqlar. Azərbaycanın bayrağını hər zaman uca tutacaqlar, dövlətə, vətənə sadiq olacaqlar. Xırdalan şəhər 1 nömrəli orta ümumi təhsil məktəbini bu il 414 şagird bitirir. Onlardan 299 nəfəri Azərbaycan sektoru, 115-i isə Rus sektorudur. 28 nəfər şagird məktəbi fərqlənmə ilə bitirir. 131 nəfər isə 600-dən yuxarı bal toplayaraq məktəbin adını zirvələrə ucaldır. Bu il məktəbimizdə 464 nəfər şagird məzun olur. Bunlardan bir nəfəri 11-ci sinif şagirdi Orucova Ləman qızıl nişana layiq görülmüşdü. 25 nəfər şagirdimiz isə qırmızı attestata layiq görülmüşdü. Mən bütün 11-ciləri Azərbaycan Respublikamızda təhsil alan, bütün ümumi təhsil məktəbində məzun olan bütün balaları təbrik eləyir, onlara yolunuz açıq olsun deyirəm. Bəzi şagirdlər danışarkən göz yaşlarını saxlaya bilmədi. Biz bu məktəbdə təkcə dərs oxumadıq, böyüdük, formalaşdıq, dostluq etdik, həyata hazırlandıq. Bu zəng bizim uşaqlığımızın son səsi oldu, deyə bir məzunun sözləri hər kəsin qəlbini titrətdi. Respublikanın bütün ümumi təhsil məktəblərində olduğu kimi Xırdalan 3 nömrəli məktəb liseydə də ənənəvi olaraq məzun günü qeyd olunur. Məktəbimizin 198 məzunundan 19 nəfəri fərqlənmə attestatına layiq görülmüşdür. Respublikanın bütün məzunlarına, o cümlədən də Xırdalan 3 nömrəli məktəbin məzunlarına uğurlar arzulayıram. 14 iyun son zəng günüdür. Bu son zəng gününü bizim məktəbdə də bugün qeyd edirik. Bizim məktəbimizi 81 şagird bu il bitirir. Artıq onlar məzun adını alıblar. İnşallah ki, onlar tezliklə ali məktəblərə daxil olsunlar. Oradan səsləri gəlsin. Bu bizim üçün böyük bir qələbədir. Bizim şagirdlərimizdən artıq 17 nəfərimiz qırmızı attestat alıblar. 9-cu sinif şagirdlərimizdən isə 22 nəfərimiz bu ada layiq görülüb. İnşallah ümid edirik ki, bu adları onlar oxuduqları universitetlərdə də davam etdirərlər
Respublikamıza gərəkli övladlar olarlar, gərəkli vətəndaş olarlar. Bir müəllim kimi bizim üçün ən böyük qələbədir. Xüsusilə Vətən müharibəsində şəhid olan məzunların xatirəsi də tədbirlər zamanı anıldı. Bu il məktəbimizi 194 məzun bitirir. 194 məzundan 70 şagirdimiz 200-dən yuxarı bal toplayıb və onlara gələcək həyatlarında uğurlar arzulayırıq. Məktəbimiz üçün bu tədris ili əlamətdar il olub və məktəbin tarixində olmadığı bir il olub. 2 şagirdimiz olimpiyada qızıl medal alıb. Riyaziyyat fənnindən, tarix fənnindən. Şagirdlərimizin uğurlarında məktəb kollektivinin, pedaqoji kollektivinin əməyi böyükdür və bu uğurlara görə məktəbin bütün pedaqoji heyətinə təşəkkür edirəm. Çünki valideyn, müəllim, məktəb bağlılığı qırılmayanda uğurlar bol olur və məktəbimizin uğurları daimi olacaq. Demək olar ki, bütün parametrlərdə Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeçiliyi olan məktəblərinin ön sıralarda bitirmişik tədrisini və məzunlarımıza gələcək həyatlarında müstəqil qədəm qoyduqları müstəqil həyatda uğurlar arzulayıram. Bu il bizim məktəbdə 89 şagird bitirmişdir. Onlar məzun olmuşdular. Mən bütün məzunlarımıza can sağlığı arzu edirəm. Arzu edirəm ki, qəlblərində olan bütün arzuları yerinə yetsin. Onların səsləri ali məktəblərdən gəlsin. Ən duyğusal an isə son zəngin çalındığı vaxt oldu. Məktəbin həyətində səslənən o zəng sanki zamanın özü idi. Keçmişə dönməyən, gələcəyə doğru çağıran. Bugün Abşeronda təkcə bir dərs ili başa çatmadı. Bugün minlərlə gənc həyatının yeni mərhələsinə qədəm qoydu. Onları gözləyən yollar uzun və çətin olsa da, inan və sevgi ilə atılan hər bir addım uğura çevriləcək. Xırdalan şəhər 10 nömrəli tam təhsil məktəbini 2024-25-ci tədris ilində 2058 şagird bitirmişdir. Bunlardan 113 nəfəri şagirdimiz məzun olmuşdur. Bütün məzunlarımızı təbrik edirəm, uğurlar arzulayıram. Son zəngin sədələri ilə yaddaşlarda əbədi qalacaq. Uşaqlığın, məktəbin və ilk arzuların səsi kimi. Nizami Rəsulov xüsusi olaraq Dinas TV üçün.